Kanalımızın yeni videosuna xoş gəlmisiniz. Bu videoda isə biz WAN-dan danışacağıq. Bunun öncəki şəbəkə əsaslarının 2 videosunda biz OS modeli və LAN anlayışlarına giriş etmişdik. Bu dərsdə isə qeyd etdiyim kimi WAN-ı detallı şəkildə inşallah danışıb izah eləməyə çalışacağam. WAN nədir? Şəhərləri, ölkələri və qitələri birləşdirən telekommunikasiya infrastrukturudur. Ümumi olaraq WAN-ı necə nəzərdə tuta bilərsiniz? Yəni müxtəlif LAN-lar birləşərək WAN yaradır. Ən böyük WAN nədir? Məsələn, internet dedikdə ən böyük WAN-ı nəzərdə tuta bilərsiniz. Keçən növbəti slayda yəni detallı şəkildə inşallah nümunələrlə izah eləyəcəm. WAN şəhərləri, ölkələri, hətta qitələri birləşdirən telekommunikasiya infrastrukturudur. Burada da qeyd olunduğu kimi internet ən böyük WAN-ın nümunəsidir. WAN-ın əsas üstünlükləri nədir? Böyük ərazini əhatə eləyir, yəni coğrafi sərhədləri aşır, qlobal miqyaslı bir şəbəkə təklif eləyir. LAN birləşdirici qeyd olunub uzaq məsafədəki lokal şəbəkələrini bir-birinə qoşur. Məsələn, siz bu gün Avstraliyada olan bir şəxsdən kommunikasiya qura bilirsinizsə, deyək hansısa bir sosial media vasitəsilə, hansısa bir forum vasitəsilə bunun ən böyük belə deyim səbəbkarı WAN-lar və günün sonunda internetdir. Daha sonra icarə xəttləri mövcuddur. Telekommunikasiya şirkətlərinin infrastrukturundan istifadə eləyir. Məsələn, Azərbaycanda bunun üçün deyək Aztelekom var və buna oxşar bir neçə telekommunikasiya şirkətləri var. Ümumi olaraq bu telekommunikasiya şirkətlərinin infrastrukturlarından istifadə olunaraq ümumi bu WAN dünya üzrə təmin olunur. Daha sonra keçək şəbəkənin növləri və onlar arasındakı fərqə. Burada detallı şəkildə izah olunub. Yəni siz ağlınızda LAN-la WAN-ı müəyyən qədər ayıra bilmirsinizsə, artıq bu belə deyim cədvəllə tanış olaraq detallı şəkildə artıq onu hissələrə bölə biləcəksiniz. LAN-da nədir? Əhatə sahəsi sadəcə kiçik bina, kampusun içinə qədər miqyaslanır. Bundan böyük olduqda artıq WAN-a keçid eləmiş olur. Sürət 10 gigabitə qədər ola bilər, çox sürətlidir. İdarə etmək isə vahid təşkilat tərəfindən idarə olunur. İstifadə olunan texnologiyalar Ethernet və Wi-Fi-dir. Keçək WAN-a. Əhatə dairəsi, yəni ölkələrdən belə deyim, ölkələr arası ola bilər, qitələr arası ola bilər, şəhərlər arası ola bilər. Sürət məsafəyə görə dəyişə bilir, azala bilər. Məsələn, bayaq qeyd etdiyimiz kimi, deyək hansısa bir infrastruktur yoxdursa bunun üçün, bu zaman sizə məlumatın çatması da yavaşlaya bilər və yaxud infrastrukturun gücündən də asılıdır. Burada da artıq istifadə olunan avadanlıqlar müəyyən qədər təsir göstərir və istifadə olunan texnologiyalar. Yəni Wi-Fi sadəcə Wi-Fi-dən ibarət deyil, Wi-Fi-nin öz daxilində növləri mövcuddur. Bunun haqqında detallı danışmayacağam. Sadəcə məsafəyə görə və istifadə olunan infrastrukturun gücünə görə WAN-ın sürəti dəyişə bilir. İdarə etmə bir neçə telekom provayder tərəfindən olur. Məsələn, bir ölkədə bir neçə telekom provayder tərəfindən idarə oluna bilər. Məsələn, sizin internetinizi tamamilə kəsmək, ölkə miqyasında internetin kəsilməsi və sair prosesləri bu provayderlər tərəfindən idarə oluna bilər. İstifadə olunan texnologiyalarda burada görürsüz. PEC-dən istifadə oluna bilər, frame relay və yaxud yəni bunları detallı şəkildə hal-hazırda bilməyinizə ehtiyac yoxdur. Sadəcə tanış olun ki, bu texnologiyalardan WAN-larda istifadə olunur. LAN və WAN bir-birini tamamlayan texnologiyalardır. LAN lokal sürəti, WAN isə qlobal əlçatımlığı təmin eləyir. Yəni günün sonunda biz internetə çıxmaq üçün deyək LAN bayaq dedik ki, məsələn ofis daxilində biz internetə çıxmaq üçün yəni internetə qoşulmalıyıq belə deyim. Bunun üçün biz yenə WAN-dan istifadə eləyirik. Yəni bunlar daimi şəkildə bir-birləri ilə əlaqədə olan və bir-birlərini tamamlayan texnologiyalardır. WAN portu ilə LAN portu mövcuddur. Burada söhbət nədən gedir? Fiziki cihazlarda hansısa bir switchdə və yaxud routerdə burada istəyirsiniz eyni şəkildə mən göstərə bilərəm. Bunun öncəki slaytlarda bu qeyd olunmuşdu. Məsələn, gördüyünüz kimi bu bizim bir avadanlığımızdır. Bu router ola bilər məsələn deyək. Burada deyək 8 dənə port 3, 4, 5. Məsələn 7 dənə. Burada normalda 7 port olmur. Məsələn bu EN nazirliyi üçün 7 dənədir. Məsələn deyək 8 dənə port burada lokal şəbəkə üçün nəzərdə tutulub. Yəni bu ancaq daxili şəbəkədə olan cihazları qoşmaq üçün, istifadə etmək üçün olan belə deyim portlardır. Bir port isə yəni bu gördüyünüz boşluqlar portlar adlandırılır. Bu portlar vasitəsilə biz avadanlıqları qoşuruq. Bu gördüyünüz kabellər isə Ethernet kabelləridir. Bir port da deyək, məsələn burada bu portu məsələn nəzərdə tuta bilərik. Bizim internetə çıxışımız üçün nəzərdə tutulan portlar ola bilər. Məsələn bunun vasitəsilə biz router'a qoşuruq və internetə çıxış əldə edə bilərik. LAN və WAN portlar dedikdə isə bu qeyd etdiyim anlayış nəzərdə tutulur. Qayıdaq slaydımızın həmin hissəsinə. Burada da qeyd olunub, routerin xarici şəbəkəyə qoşulduğu portdur. Xarici IP ünvanı ilə işləyir. İnternet provayderlarından alınan siqnal buraya daxil olur. Burada qeyd olunan public IP ünvanı haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi, bütün belə deyim, Wi-Fi-yə qoşulan, ümumiyyətlə internet təsdiqləyən bütün avadanlıqların IP ünvanına ehtiyacı var. Bayaq da bunun haqqında danışmışdıq ki, cihazlar öz aralarında IP ünvanları vasitəsilə kommunikasiya qururlar. Burada əsas problem nədir? Deyək, məsələn, IP ünvanı 4 əsas hissədən ibarət olur. Bunların hər biri oktet adlandırılır və 4 hissənin hər birində 3 rəqəmli rəqəmlər ola bilər. Bunlar vasitəsilə də kommunikasiya qurulur, ya məlumat əldə edilir, ya da məlumat ötürülür.
Sadəcə günümüzdə məsələn adi kofe parklarının belə Wi-Fi dəstəklənməsindən ötürü onların da bir IP-yə ehtiyacı var. Bu da çox ciddi bir problem yaradır ki, IP ünvanları o qədər də deyil əslində, limiti var. İndi dəqiq sayını bilmirəm. Kommentlərdə onu qeyd etməyə çalışacağam. Məsələn, bu belə olduğu zaman isə, yəni IP ünvanlarının bütün bu cihazlara çatdırılması qeyri-mümkün hala gəlir. Bunun üçün də təbii ki, IP-nin də özündə versiyaları var. Məsələn, bu səbəbdən IPv6 adlandırılan yeni bir IP növü qeyd olundu. Bunun isə limiti çox-çox yüksəkdir. Məsələn, trilyonlarca avadanlığı dəstəklədiyi üçün artıq bu problem müəyyən qədər aradan qalxdı. Ancaq hal-hazırda IPv6-ya keçid olmadığı üçün IPv4-dən daha çox geniş şəkildə istifadə olunur. Bu da geniş bir problem doğurur, bayaq dediyimiz kimi. Bunun üçün isə nə yarandı? Segmentasiya dediyimiz, subnetting dediyimiz bir anlayış ortaya çıxdı. Məsələn, siz özünüz girin öz belə deyim, IP-nizi ümumi olaraq yoxlayın. Görəcəksiniz ki, 192, 168 və bundan sonra müəyyən qədər rəqəmlər qeyd olunub. Bu bütün belə deyim lokal şəbəkələrdə belə qeyd olunur. Nəyə görə? Bu deməkdir ki, bu sizin subnetinizdəki IP ünvanıdır. Məsələn, sizdə ola bilər 50-ci avadanlıqdır, kimdəsə deyək 51-ci avadanlıqdır. Bu öz daxilində paylanır. Yəni sizin hər bir avadanlığınız öz IP ünvanı ilə internetə çıxış etmir. Bunun yerinə modem vasitəsilə, access point vasitəsilə, yəni bu tipli cihazlarla routing prosesinin üzərindən internetə çıxış əldə eləyir. Yəni sizin sadəcə routerınızın bir dənə IP ünvanı olur və bunun vasitəsilə çölə çıxırsınız. Və günün sonunda sizin bütün daxili avadanlığımız, məsələn lokal şəbəkədə olan avadanlıqlarınız müxtəlif belə deyim, subnetting vasitəsilə hissələrə bölünmüş IP ünvanları əldə eləyirlər və günün sonunda bayaq da qeyd etdiyimiz kimi bir IP ünvanı vasitəsilə çölə çıxırlar. Yəni hər bir avadanlığın fərqli bir IP ünvanı vasitəsilə internetə çıxışı olmur. Bunun üçün istifadə olunan texnologiya NAT texnologiyasıdır, Network Address Translation sözlərinin qısaltmasıdır. LAN portu haqqında da bayaq məlumat verdik. Routerin daxili şəbəkəyə qoşulduğu portdur. Burada private IP ünvanı ilə işləyir. Məsələn dedik ki, 192, 168, məsələn 101 artıq birinci avadanlıq olacaq. 2, məsələn ikinci avadanlıq olacaq. Hansısa telefon ola bilər və yaxud bayaq da qeyd etdiyimiz kimi internetə qoşula bilən hər hansı bir avadanlıq burada nəzərdə tutulur. Ümumi olaraq WAN-ın burada sxemini görə bilərsiniz. Müxtəlif şəhərlərdəki filiallar WAN infrastrukturu vasitəsilə birləşdirilir. Pek rabitəsi XDSL xətlərindən istifadə edir. Burada söhbət sadəcə internetdən getmir. Deyək məsələn sizin böyük bir IT şirkətinin bir hissəsində işləyirsiniz və bu IT şirkətinin deyək 50 müxtəlif ölkədə filialları mövcuddur. Və bu məlumatlar şirkət daxili məlumatlar olduğu üçün bu məlumatlar internet üzərindən göndərilmək yerinə əlavə bir şəbəkə vasitəsilə göndərilməyinə üstünlük verilir. Təbii ki, bu şəbəkənin də yenə internetə çıxışı olacaq, ancaq sizin üçün fərqli bir şəbəkə lazımdır ki, şirkət daxili məlumatları bölüşə biləsiniz. Bunun üçün də siz WAN-dan istifadə edirsiniz. WAN vasitəsilə sizin filiallarınız arasında bir şəbəkə qurulur və dünyanın hansı hissəsində olmağından asılı olmayaraq siz məlumat ötürülməsini rahatlıqla təmin edə bilirsiniz. Burada bəzi avadanlıqlar var. Məsələn, core routerdən istifadə oluna bilər, WAN gateway-dən istifadə oluna bilər və bunun vasitəsilə də geniş bir WAN şəbəkəsini siz rahatlıqla qura bilərsiniz. Rahatlıqla qurmursunuz, ancaq yəni belə bir anlayışın da mümkün olduğunu bilsəz kifayət eləyir. Bundan sonraki bölmədə artıq biz dəstəkləyici materiallar haqqında danışacağıq. İndiyə qədər olan hissədə biz OSI modelindən danışdıq, LAN-dan, WAN-dan danışdıq, avadanlıqlardan danışdıq, prosesin necə işlədiyindən və ümumi anlayışlar haqqında məlumat verdik. Burada isə biz detallı olaraq artıq digər terminologiyaya keçid eləyəcəyik. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşənədək.